Can bədəndə olanda qışqırırsan, nərə çəkirsən, onda görəsən ki, o çox böyükdür. Deyir ki, mən yəmut yərəni, əleyhissalam deyir. Kim ölsə məni görəcək. İrfani təhlili nədir bunun? Məhz əleyhissalamı, kafir, mömin, bütün dünyanın insanları öləndə məni görəcək. Ne üçün məni? Deyir, Əli uca deməkdir, Allahın uca adının məzhəridir, Allahın uca adının təcəllasıdır, Allahın uca adının güzgüsüdür. O ki, can verəndə azizləşirsən, azizləşən kimi əzəmət zuhur eləyəndə, Allahın əzəməti Əlidə birinci zuhur eləyir deyə, deyir, can verəndə hamı Əlini görəcək. Ən nəhayət Allahın qüdrəti harada zuhur eləyir? Can verəndə. Elə ki, can bədəndən çıxır, qüdrət ən ali şəkildə hansı varlıqda Allahın yaratdıqlarının hansında zuhur eləyir Allahın gücü, qüdrəti? Əlidə. Əlinin adı ucadan götürülüb. Əli əladan gəlib, ucadan gəlib.